Bir dənə yoxlayaq. Yoxlamasam ürəyim rahatlamır. Bu yazdığımız ümumiyyətcə bu saytda deyim sizə ən çətin şey elə like dislike məsələsidir. Tamam. Çünki nə post bunun qədər, nə edit bunun qədər, nə o bir əməliyyatlar bu şey qədər qarışıq deyil. Like dislike qədər qarışıq deyil. Tembolidə hal-hazırda vanilla ilə yazırsınız. Vanillada. Düzdürmü? Yəni sən like eləyəndə həm ekran yenilənməlidir, həm dislike ilə mütənasib olmalıdır. Dislike-a basdınsa like çəkilməlidir, like-a basdınsa dislike çəkilməlidir. Hər kartın özünün like dislike-ı var. Tamam. Ondan sonra refresh eləyəndə o like-lar, dislike-lar qalmalıdır və s. və s. Bildiniz? Ona görə like ilə dislike ilə səbir ol. Hə. Like ilə dislike ilə bağlı çox tema var. Bax, indi məsələn qəba baxacağıq da, indi baxacağıq görə nə edirik, nə həngama çıxardırıq. Və Orxanın yazdığına baxın bir dənə. Orxan da əslində qəşəng işləyir. Və like ilə dislike deyə bir dəyişən təyin edibdi. Görürsünüz, bunları false saxlayır. Tamam. Ondan sonra like button. Like button nədir? Hər elementə unique, hər bizim kartımıza unique ID veribdi. Baxın. Like button new side, like button new side. Bildiniz bu nədir? Yuxarıda ID-ni təyin eləyəndə unique təyin eləyibdi. ID-sinə görə təyin eləyibdi. Başa düşdünüz? Ona görə bütün kartları tuta bilir, bütün kartların içində də gəzə bilir, onları yoxlaya bilir, aydın oldu. Və datanın içindən düzəldir ki, məsəl üçün like buna bərabərsə, dislike buna bərabərsə, burada da boolean dəyişənlər saxlayır deyə bunu da tənzimləyə bilir ki, like eləyəndə, məsəl üçün bu like olanda artıq bu true oldu, bu false oldu. Buna basanda yoxlayır, bu true olur, bu false olur. Tamam. Onu da yoxlayır, qəşəng yazır. Amma nisbətən uzundur mu? Uzundur, azmaz. Ki uzun da olmalıdır bunun kodu biraz. Bu qədər olmasa da uzun olmalıdır. Çünki çətin əməliyyatdır. Axırda da nə edir? Bunları dəyişəndə birbaşa məsəl üçün post eləmək yerinə şeyin içində dəyişir, tutaq ki, datanın içində dəyişir, mən bilirəm. Ondan sonra göndərir datanın içindəki. Və s. və s. Şeydə necə idi? Fatmə, bu səndəkidir. Onda səndəki budur. Budur. Hansı? Bu səndir. Budur. Fatimədə necə idi? Fatimədə bax, hələ də like-ı, dislike-ı durur. Üstündə. Niyə? Çünki bir dənə gedib baxsaz bura, böyük ehtimalla buradadır. Cookie'lərdə yox. Gördünüz? Lokalla saxlayır. Aydın oldu. Bu da bir variantdır. Şahin, kimə? Ayıracam. Prosto Fatimədə biraz problem var. Məsələn, dislike-a bas. Like da azaldı. Dislike-a bastın, like da gedir. Səndə. Yox. Yox, məsələn, sıfırdan dolan del olur. Bax. Bax. Məsəl üçün 68-66 deyil. 69-68. Nəsə olur, bilmirəm, hesablaya bilmirəm. Ortada o qədər tez olur. Həqi? 69-67. 66. Reski. Bildiyin, nə tərsə olur, bilmirəm. Valla məndə keçən dəfə də baxanda belə idim də. 2-3, 3-2, 3-3, 3-2. Bəzən də düz işləyir. Allaha var, bəzən də 0 yazır birbaşa. Nəsə var, görənmirik. Lokaldadır ya hamısı. Nəysə səhv yoxlamısan. Tamam, bu da bir üsullama. Bununla da yazmaq olar. Yəni 80%, 90% işləyir Fatimə bəbə. Universitet inşallah.
Ərini bey gedib götürməyə emoji qoyub bura. Hə, biabır olmuyorsan. Hə. Sən də ham bir artır elə. 54-də zada keçir. Bu şeydir, counterdir. Hə. Bu şeydir TikTok'da. Tıklayın uşaqlar var Ha, bu odur. Ürək istədiyin qədər basırsan. Hə. İndi biz gedək yazmaya çalışaq bunu. Görək yaza bilirik. Mümkün deyil. Atmısan bura. Nədir bəs? Problem. Axırda baxsaq olar. Hadi oxusun. Bunu. React kimdir? Allah, dərs 24 nədir? Sizlə nə qədər keçmiş ya dərs? Bura boşdur. Burada lazımdır bizə. Sonra vaxtı çatır. Bir dənə sayt verməliyəm. Gedin yazın. Bunu qutaraq həll edərik. Nə? Yox. Ara versən bir dənə tənbələşəsən, heç nə yazmayasın. Hə. Biz siz nə etməliyik? Hə, bizdə də bu qeyslər kim işləyir, belə oturub lağ eləyirik olmağına. Tamam. Hə. Amma biz bunu belə yazmalı deyilik də. Biz siz necə yazmalıyıq bunu? Bizdə məsəl üçün Orxanın elədiyi məsələ düzdür. Ki, boolean dəyişən saxlayır. Amma Orxan bunu saxlayır qlobalda. Yaxşı. Bir dənə oturun fikirləşin də. Biz bunu məsəl üçün lokaldan başqa nə edə bilərik ki, bizdə itməsin və boolean dəyişən saxlayaraq. Bir dənə belə alqoritma quraq. Bax yazmamışdan qabaq quraq başı beynimizdə. Birinci əməliyyat biz siz nə edirik? Boolean dəyişən təyin edirik hər kart datamız üçün. Bura baxacaq. Nə sonra? Elçan. Ay Allah, fikirləşdim hələ səhv dedim. Hə. Necə? Kim burada? Azərbaycan var mı? Hə. Alqoritm qurmuşlar. Baxın, birinci. Ağlımıza qoyuruq. Alqoritm bilikləriniz yerinizdə. Birinci nə edərsiniz? Bax, boolean dəyişən deyirəm, təyin edirik və hər kardın özünə aid olmalıdır o boolean dəyişəndə. Çünki yəni bunu tur eləyəndə bununki də tur olmalı deyil axı. Düzdürmü? Hərəsinin özünün unik boolean dəyişən olmalı. Bu nə deməkdir? Sağ olun. Datanın içinə əlavə boolean deyə bir şey atmaqdır. Boolean dəyişən atmaqdır. Əslində bizdə saxlanılan elə olur. Bizdə məsəl üçün normal datalara gedib fikir versəz, biz indi onu ayıramırıq. Like'lar, dislike'lar bir array halında olur. Tamam. İçində 2 dənə property olur. Bir like, dislike olur. Tamam. Obyekt olur. İçində like, dislike olur. Bir də ki, is like, is dislike deyə bir dəyişən olur. Bir property olur. 100%. Bu is like, is dislike'ında həmişə boolean bir value'su olur. Ya true'dur, ya false. Is like, like'lanıb mı? Is dislike, dislike'lanıb mı? Həmişə buna görə yoxlanılır. Başa düşdünüz? Datadan gələndə bu is like-dırsa, bu avtomatik olaraq belə gəlir. Ver. Yox, number qalmalıdır zaten. Şahin, number qalmalıdır bak. Yoxsa hardan biləsən sayını? Bax, 80 like, 79 dislike orada qalır. Onların yanına bir də is like, is dislike deyə 2 dənə əlavə property əlavə olunur. Hə da, 2 dənə əlavə boolean dəyişən getməlidir. Çünki yaratmalıyıq axı. Hə. Amma onları şeydə yaratmamalıyıq. Yəni qlobal olaraq yaratsaq, o bura qədər işləyir. Başa düşdünüz? Yəni refresh-ə qədər. Ona görə mən hər dəfə elə bil, birinci fikirləşin. Deməli, is like, is dislike ötürdüm. Harda ötürdüm? Harda ötürərəm? Statik olaraq gedib heç şeydə moqta zadı dəyişməyə ehtiyac yoxdur. Bir dənə buna basanda, bir dənə gedib ora put eləyərsən ki, is like-la is dislike da gəldi. Like-ın, dislike-ın yanında.
Düzdürmü? Bunu əlavə elədik. Tamam, bunu əlavə elədik. Ondan sonra biz bunu datadan götürəndə nə etməliyik? Yoxlamalıyıq ki, əgər izlik tutaq ki, is like true'dur. Tamam. True'dursa yaşıl qoy. Tamam. Basanda məsəl üçün birincisi true'dursa yaşıldır heç. Basırsan artmır. Əgər true'dursa is like. Ancaq dislike basanda artır. Dislike basanda da artıq dislike true olur. Bu azalır. Aydın oldu, necə olmalıdır? O azalır. Yəni ki, şeyin yerini dəyişirik də. Əməliyyatdan putla dəyişirik ki, birini true edirik, birini false edirik, birini artırırıq, birini azaldırıq. Bunu yazmalıyıq. Tamam, gedək yazaq. Script index, script admin. Sol. Bax, deməli, bizdə belə bir şey var. Handle like. Obyekt.like countunu bir artırıram. Obyekt.dislike. Bunu gedirəm siləm. ID. ID-ni hardan gətirirəm? ID-ni də buradan götürürəm. Count götürürəm, status götürürəm. Statusda da görə like yoxsa dislike olduğunu yoxlayıram. Düzdürmü? Bunu deyirəm ki, tamam, məndə obyekt gedəcək. Dəymirəm. Getdim. Servis. Gəl bura. Bu gedəcək həmişə bunun içindən. Bura nə qəbul edir? Bir ID, bir də ikinci nə dəyişirik? Obyekti. Tamam, düzdürmü? İndi bizə birinci like mı olunub, dislike mı olunub? Tamam. If, əgər statusu. Bunu statusa görə yoxlayırdıq, düzdürmü? Haradadır bizdə? Like-da, dislike-da status gedirdi. Deyək burada. True'nu false harada göndəririk? Hələ, əla. Bu nədir? Hədir, budur. True. Tamam, indi gördüm. Əla. Əgər true gedirsə, məndə obyektin bərabərdir. Is like deyə bir boolean gələcək, məndə bu true olacaq. Tamam. Və is dislike da gedəcək, bu da false olacaq. Bunu da yollayıram. Zərəri yoxdur ki. Else də, əgər dislike olanda bu obyektin dəyişəcək. Ya da ki, ürək istəyir obyekti yenə yuxarıda yaradın. Obyekt.isLike, obyekt.dislike. Bunu rahat görəsiz deyə belə yazıram, aydın şəkildə. Bunu belə tullayıram. Bu dəfə tam tərs olacaq. Sən false gedəsən, sən true gedəsən. Tamam. Sol. Sən true gedəsən. Bundan sonra biz nə etməliyik? Bir də bunun countunu və s. göndərməliyik, ID-sini göndərməliyik. Bunlar heç. İndi bunu göndərəndə, bunları eləyəndən sonra burada gəlib yazarsan ki, nə idi bizim? Edit news. Düzdürmü? Gəlib yazarsan ki, məndə edit news işləyəcək və bu edit news'un içindən birinci hansı, ikinci hansı gedir? Birinci ID gedir, ikinci dəyişdiyimiz gedir. ID-im gedəcək, bir də obyekt gedəcək. Və bunu görsün deyə, təbii ki, belə eləyirik. Bu da belə olsun hər ehtimala. Nəsə getməsi içində, heç olmasa boş bir obyekt getsin də. Bizi biri çıxmaz. Bunu göndəririk. Biz bundan əlavə nəyi göndərməliyik? Bundan əlavə deməliyik ki, bizdə like-la dislike-ın sayı da getməlidir, düzdürmü? İntihası like-la dislike-ın sayı birbaşa artıq burada artmamalıdır. Tamam.
birbaşa burada atmamalıdır. Birinci harda eləməliyik onu. Əgər bizdə biz sırf elə bu dəyişənə görə like-a, is like-a, dislike-a görə, yəni is like-a, is dislike-a görə onu da öz datamızda artıb azaltmalıyıq və son nəticə olaraq göndərməliyik onlara. Yəni ki, ID-yə görə, bu bizdə gələn ID-yə görə biz datadan həmin elementi tutmalıyıq. Düzdürmü? Bildiniz niyə deyirəm bunu? Şey necə yazmış? Məsəl üçün Orxanda necə idi? Hə, bizdə necə idi? Fərqi nə idi bizdəki ilə Orxana? Bax, bizdə bunu artıranda həmişə artırdı. Tamam, bu bizimki deyil. Artıq heç bilmirəm. Hanı Orxan ki? Bax. İstəyirəm tam belə məntiqi başa düşəsiz. Nə tərcih edirik? Bax. Orxan çöldə saxlayır qlobalda. Tamam. Neynir? Bu Adamın listlərə və s. fikir verməyin bu unique şeyinə görə. Ən birinci news.like News.like nədir? Datanın içində gəzir. Baxın, datanın içində. Bu hansı datamızdır? Bizdə statik olaraq gələn datadır. Tamam. News.like nə? O gəzir hər bir elementin içində .like-ında. Tamam. Onu neynir? Əgər like gəlirsə, bu çıxdır. S plus-plusdur. Tamam. Düzdürmü? Birində like-ı false eləyir, birində like-ı true eləyir. Tamam. Ona görə də yoxlayır. Biz də elə bir şey eləməliyik da. Çünki yəni biz hər plusa basanda ora getsə promoy olaraq hər dəfə artacaq bizdə. Hər minusa basanda da getsə hər dəfə azalacaq, artacaq. Biz datanın içində birinci bunu dəyişməliyik. Tamam. Bunu plus eləyəndə dislike-ını artır, dislike-ını minus eləyəndə plusunu artır və s. Bunu eləyəndən sonra artıq nə etməliyik? Vurmalıyıq artıq edit əməliyyatına. Bildiniz, post eləməliyik. Prinsipi ki, bizdə hal-hazırda biraz fərqli, daha fərqli versiyadadır. Hanı? Buradan yox, hədə elə buradaydı. Bu yox. Bizimki hanı? Budur. Neçə açmışıq? Hə. Buradır. Bir də buradır. Tamam. Bizdən olmalıdır. Bir dənə ID-sinə görə elementi tutmalıyam. Birinci. Məndə ID gəlir axı. Deyərəm ki, const məndə həmin element data nöqtə find item ID. Gəldən console loga elementi verək. Şu. Bu birinci element. Bax. Tamam. Dislike var, like var. Tamam. İndi biz bunun əgər elementin birinci like-ını, dislike-ını artırıb azaltmalıyıq. Düzdürmü? Deməliyəm ki, element nöqtə, əgər mənə like gəlirsə, element nöqtə like deyib da bu. Nöqtə like-ı plus bərabərdir 1 ilə, tutaq ki. Əgər deyilsə, element nöqtə dislike plus bərabərdir 1 ilə. Tamam. Amma ki, indi bizdə bir şərtdə yoxlanmalıdır. Like-ı artanda, tamam, dislike-ı azalmalıdır. Dislike-ı artanda like-ı azalmalıdır. Amma əgər bunlar like, dislike olunubsa belə olmalıdır. Olunmayıbsa olmamalıdır. Düzdürmü? Yəni, statik olaraq ikisi də məsəl üçün like-lanmamış olanda
Məndə bunlar ya hamısı qırmızı olur, ya hamısı yaşıl olur. Nə şey yazmışam. Nə oldu saytımıza? Adres yazmaq çıxır. Bax, bizdə məsəl üçün bu əgər dislike olunubsa və yaxud like olunubsa, nə olmalıdır? Buna like basanda bundan dislike götürülməlidir. Tamam. Amma ki, əgər elə bir şey yoxdursa, ikisi də bomboşdursa, bomboş olan halda tapamayacaq. Tutaq ki, ikisi də 0-0-sa, buna basanda bu artmalıdır, amma bu azalmalı deyil. Düzdürmü? Hə. Ay, sağ ol. Bizdə ona görə məsəl üçün is like-dan is dislike var hal-hazırda. Düzdür? Biz əgər bizim əgər elementimizdə bunu artırmamışdan qabaq yoxlamalıyıq. Element like-ın dislike-ı artıranda. Əgər elementimizin is dislike-ı false-dursa, necə yoxlamalıyıq? Bax, əgər varsa bizdə, məsəl üçün, tutaq ki, like-ı true olmalıdır, dislike-ı false olmalıdır. O harada azaltmalıdır. Amma ikisi də false-dursa, sadəcə yoxdur. Yox. Bu obyektin içində göndəriləcək. Bunlar hələ getməyəcək. Bunlar şeydə bizdə postdan sonra gedəcək və s. və s. Bunların hələ başını buraxın. Deməli bizdə bu element nöqtə like-ın içindəki də bu artmalıdır. Amma ki bu artanda o birisi də azalmalıdır. Nə azalmalıdır? Element nöqtə dislike azalmalıdır. Tamam. Daha doğrusu çıx bərabərdir 1 olmalıdır. Hə. Amma bunlar nə vaxt belə olmalıdır? Əgər bizdə nə? Hə da, onu eləyəcəyik. Əgər element nöqtə like bizdə artmalıdır. Əgər like-lanmayıbsa, yəni ki, element nöqtə mən atanda artıq datanın içində nə olacaq? Nöqtə like gedəcək. Element nöqtə is like gedəcək daha doğrusu. Bu is like məndə false olmalıdır, 1. Tamam, like-lanmaq üçün. İkincidə, yox, false olmalıdır. False olsa like 1 atmalıdır, düzdürmü? Tamam. True olsa nə eləməlidir? Like eləməməlidir. Tamam. Is like false. Like-ı 1 atmalıdır, əgər false-dursa. Yaxşı, dislike-ı nə vaxt 1 azalmalıdır? Əgər is dislike true-dursa, is dislike azalmalıdır. Düzdürmü? Yox. Bu ayrı bir şərt olmalıdır. Element nöqtə Bəs eləmir. Like true-dursa, like-a bastım. Like true-dursa, dislike azalmalıdır. Nə danışsam? Bax, burada tutaq ki, like-lanıb bir element. 81 like-dır. 81, true-dur. Basırsan, true-dursa bu azalmalıdır. Əstağfurullah, o nədir? Nə sayt olur? Əgər bizdə element nöqtə dislike deyə bir şey varsa, bu true-dursa, tamam. Bu bərabərdir true-dursa, onsa belə də yazsaz eyni şeydir. Bunu bir dənə azaltmalısan. Tamam. Əgər true deyilsənə, heç nə eləməməlisən, yerində saxlamalısan sadəcə. Belə yazsaq, işləyək.
Bu element nöqtə dislike bərabərdir yazmalıydıq artıq. Elə belə yazaq, belə işləmir, belə. O qədər qarışdırmaya ehtiyac yox. Tamam. Bu düzdür. Tamam. Bir də indi bunun dislike versiyası var. İndi baxın bir dənə like-in şərtinə. Əgər like false-dursa, yəni hələ ki bu element like-lanmayıbsa, like-layır. Deyilsə, heç nə eləmir. Əgər element nöqtə dislike da true-dursa, like-a basanda dislike true-dursa, dislike azaldır. Düzdür. 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 Hələ ki düzdür. Böyük ehtimalla düzdür. Tamam. True false. İndi tərsinə. Bunu da şey eləyə bilərik. Yəni bunu da belə eləyək. Qarışdırmam ki, böyle bir sətr olsun da, yaxşı olsun. Tamam. Bunun eynisini harda eləyirik? Heç nə eləməz. Nə? İndi dislike-a basanda isə, dislike-a basanda isə, əgər is dislike false-dursa, nə edəcək? Dislike-ı bir artırmalıdır. Əgər like true-dursa, is like true-dursa buna basanda, elementin is like true-dursa, ondan nə etməlidir? Ay sağ ol. Dislike yox. Like biraz almalıdır. İndi bir dənə girək dataya baxaq. Nə? Nə? Is like true boolean dəyişən. Like içində saxlayan. Amma burada səhv yazmışıq. Yox, burada düz yazmışıq. Mən başım qarışdırırsan. Bura səhvdir. Is dislike'dır bura. Is dislike. Bu. Düzdürmü? İndi bir dənə konsollara baxaq. Dataya baxaq. Hal-hazırda bizdə nə is like yoxdur, nə is dislike yoxdur prinsipi. Düzdürmü? Mən buna basanda is like false-dur. Prinsipi false-dur. Like artırmalıdır bir dənə. Düzdür? Is dislike true-dur. Yox, elə bir şey yoxdur. Dislike azaltmamalıdır. Tamam. Basıram 80. Birinci elementim idi. Böyük ehtimalla düzdürmü? Nədir? 80-də saxladım. Düzdür? 80-də saxladım. Bunun datada dəyişmədik. Prinsipi elementi find eləmirik. Find'ın elementin is like, element nöqtə like plus bərabərdir 1. Plusdur 1. Yox, heç nə olmadı. Yox. Elementi find eləyəndə onu plus bərabər eləyəndə datada modify olunmurdu. Array-in özdə modify olunmur onda. Belə deməkdir. Element bərabərdir. Element nöqtə like bərabərdir.
dayan. Element.like bərabərdir. Bir dənə bax, bunu yığışdıram. Element.like bərabərdir. Element.like plus 1. Tamam. Birbaşa bunu dəyişirəm də. Artdı da. Bunu deyirəm də, bu artmalıdır. Çünki başına şey yazmamışdıq. Element.like marker. Görsənməyi heç, görsənməyini özümüz yazmamışıq. Həbşi da bunu belə yazanda element.is like false. Prinsipi false da bu şey olaraq. Ha, bizdə olsa bu false. Ha, belə bir element yoxdur hal-hazırda şeydə. False deyil hal-hazırda. Elə bir şey yoxdur deyə ümumiyyətcə qaytarmır bizə. Hədə yoxsa false olmalı. Ona görə mən də bir yazmışam. Yox, hələ belə bir şey yoxdur ümumiyyətcə məndə şeyin içində. Əgər element nöqtə belə denəndə yox, niyə? Bax, məndə element nöqtə is like deyə bir şey hal-hazırda yoxdur ümumiyyətcə datanın içində. Tamam. Prinsip bu mənə gedir. False gedir də, düzdürmü? Əgər false-dursa, artırmalıdır like-ı. Deyilsə, like-ı boşluq eləməlidir. Deyilsə, element nöqtə like-a bərabər eləməlidir. Lap belə olsun. Nəyə? Düzdür. Böyle dəyişəndən sonra gedib bərabərlik. Prosto bu false deyil hal-hazırda. Elə bir şey yoxdur deyə. Gedək bir dənə baxaq da, bir dənə bizdə. Günay, nə deyirsən? Dislike deyə bir şey görək bizə nə verir? Harda? Bunu harda tutur eləmişik? O status deyil, dislike deyə bir şey yoxdur. Millət. Başa düşmürsünüz? Burada bayaq bilsiz nə olub? Mən burada buna basanda obyekti göndərirdim. Orada şey eləmişəm. Basanda bayaq burada bunu işlətmişdik axı. True false-u göndərmişəm. Varıdı bunun şeyi, is like, is dislike-ı. Mən də deyirəm, yoxdur, niyə işləyir bu? Onda deyən, düz yazır, düz gedir. Element nöqtə dislike bərabərdir. Dislike olursa artıracaq. Deyilsə element nöqtə dislike-a bərabər olacaq. Tamam. Bunu da eyni qaydada eləyəcəyik. Bir dənə baxaq görək bu işləyirsə, onu da eyni qaydada eləyəcəyik. O zaman plusa bastım hal-hazırda. Səksən 79. Artmadı. Şu. Əslində belə olmalıdır. Tamam. Məsəl üçün bunda elə bir şey yoxdur. 92-nin 84-ə. Buna bastım hal-hazırda. Neçənci idi bu? Title 9. 9. 8-ə baxırıq. Yox, 9-a baxırıq.
dislike, like 92. Bir də basanda 92. Niyə atmadı? Mənə nə verir şeyi? Undefined verir. Ada prinsip undefined da false götürmür. Biz məcburi olaraq gedib dataya belə bir şey əlavə edəcəyik böyük ehtimalla. Çünki əlavə eləməsək zibilini çıxardır. Şey olaraq götürmür. Və ya undefined yazsam, bura belə eləyəsəm, is like false-dursa, və ya undefined-sa artır. Ondan sonra da mən datanı vermək yerinə elə elementin özünü verir ki, adam kimi görüm. Nə olar? Noktalı ilə datanı da ver. Bir dənə də baxın. Undefined idi. 63, title 8 deyir, şey olaraq qaldı. Title 8, 63 olaraq qaldı. Çünki bunu səhv yazdıq. Nəyə səhv yazdıq? Element nöqtə like bərabər. Element nöqtə is like false-sa və yaxud. Mənə yazmalıyım. Və yaxud element nöqtə is like undefined-sa. Bir dənə də baxım. 65, 66, salam verək. 7, title 7, 66. Undefined məsələsinə görə millət. Undefined-ı false olaraq götürmür zibil. Yaxşımı? Ona görə ya mock API-nin içinə undefined deyə, daha doğrusu is like, is dislike deyə bir şey əlavə eləməlisiniz. Ya da ki, burada bunu 2 dəfə yoxlamalısınız. Tamam. Çünki datanın içində belə bir şey yox idi əvvəlcədən. Bizdə problem odur. Əvvəlcədən atmalıydınız. Bura əvvəlcədən edit eləsək, hal-hazırda datanı əslində ata bilərik. Is like faker.js boolean qoysan bunu və statik dəyər təyin edə bilirsən buna. Demək ki, eləyəmirsən. Random qoyur bunun booleanını. Salam ki, bir dənə də belə bir problem. Məsəl üçün, belə eləsək. Belə qoysaq bunu. Dataya baxsaq. False, 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 false. Ah, super. Tamam. False qoyur, false qoyur. Bir də onda edit elə is dislike deyə bir şey əlavə edək. Amma bunu əlavə eləməsiniz, gedin elə yoxlayın. Amma yoxlamaq istəmirsinizsə əlavə edin. Is dislike deyə bir şey. Bu da boolean. Tamam. Update. Dataya baxıram. False, false. Tamam. Hamısında false, hamısında false. Super. Yaxşı. Bir dənə. Onda buna hal-hazırda yoxlamağa ehtiyac yoxdur. Tamam. Bir dənə false yoxlamağa hal-hazırda bəs eləyir. Buna görəymiş problem. İndi bir dənə bu kimdir? Bir dənə indi məsəl üçün buradan baxıram. Bunu elədim. Like 2 oldu. Tamam. Bir də bastım. 3 oldu. Bir də bastım. 4 oldu. Bir də bastım. 5 oldu. Ay, salam. İndi deyirəm ki, hə. Ayso, bunu eləyəndə də artıq bunu göndərməliyəm buradan. Bunu false-dursa, elementin like-ını +1 eləsin və neynəsin? Bundan əlavə olaraq artıq burada is like, dislike hələ ki göndərməyə ehtiyac yox. Elementin is like-ını true eləsin.
Bu belə qarşı olacaq. Bunu ifə keçirdək. Salamatı. If, əgər. Bizdə nə yoxlayırıq? Element nöqtə is like. Əgər ki false-sa. False-sa birinci nə etməlidir? Elementin like-ını bərabər eləməlidir. Element nöqtə like plus 1-ə. Tamam. İkinci olaraq nə etməlidir? Əgər false-sa. Element nöqtə is like eləməlidir nə? True. Düzdürmü? Əgər bizdə bunu eləyən zaman element nöqtə dislike true'dursa, əgər true'dursa, element nöqtə dislike bərabər eləməlidir nəyə? Tamam. Bəs dislike true'dursa azalmalıdır. Dislike-a da dəyməməlidir. Dislike zaten false qalmalıdır. Düzdürmü? Bu şəkildə düz olmalıdır. İndi bizdə is like da true eləyir və ikinci dəfə bəyənilməməlidir. İndi baxıram, məsəl üçün 1 hazırda bəyənildi. Və bunun is like true oldu, is dislike false. Basıram. Yenə 2 qaldı. Basıram. Yenə 2 qaldı. Is like true qalır. Is dislike false qalır. Tamam, budur tema. İndi bunu eləməliyik eyni qaydada nə üçün? False üçün. Bunu da götür. Hələlik. Bunu da götürürəm. Tamam, heç birinə dəymirəm. Bunu eləməliyik eynisini false üçün. Yəni prinsipi deməliyəm ki, false-da əgər məndə is dislike. Tamam, bunu belə götürək. Əgər məndə is dislike false-dursa, element nöqtə dislike plus 1 eləməlidir. Prinsipi element nöqtə dislike plus bərabər 1 eləməlidir. Belə də yaza bilərsiniz. Belə yazaram ki, başa düşün ki, bunun datanın içindən gedib dəyişirik birbaşa. Yaxşı? Hə. Ondan sonra element nöqtə is dislike-ı nə eləməlidir? True eləməlidir. Tamam. Əgər bizdə dislike-layan zaman like-ım varsa mənim üstündə, tamam. Burada dislike niyə yazmışıq? Əgər is dislike-ım false-dursa. Tamam. Əgər elementi dislike-layan zaman üstündə like işarəsi varsa, yəni is like true-dursa, tamam. Onda gedib like-ını da bir dənə azaltmalıdır. Başa düşdünüz millət bura qədər? Nə etdiyimizi? 51. Niyə? Hara getsin? Gecik daha sonra olasıdır. Səncə kişiyik biz. Bizdə qayıb belə şeydir. Oğlan uşağı. Neysə, qayıb oldu. Nə olsun? Limitə düşərsənsə get, düşməyəsənsə otur. Əgər bunu elədik. İndi hal-hazırda bizdə düz işləyir. Yəni 44. Nə oldu bizdə? Orada element like minus 1 yazmamışsınız. Minus bərabərdir yazmışsınız zaten. Harada? Burada. Ben bunu səhv yazmışam. Bunu düz yazmışam. Tamam. Tamam, bunu basanda hal-hazırda like 2'dir. Düzdürmü? Bir dənə də basanda yenə like 2'dir. İndi dislike-a basanda like 1'dir. Dislike 45'dir. Düz işləyir millət. Düz işləyir. Bildiyimiz düz işləyir. Tamam. Bunu eləyəndən sonra hal-hazırda əlimizdə artıq element like da var, element dislike da var, is like da var, is dislike da var. Tamam. Bu əlimizdə varsa, birbaşa olaraq gedib deyərsən ki, edit üçün içində məndə ID gedir
Bir də obyekt gedir. Obyektin yerinə gəlin belə bir şey yazıram. Birbaşa olaraq bunun içində is like-ı da göndərə bilirsən. Tamam. Is dislike-ı da göndərə bilirsən. Sizə deyim, birbaşa olaraq bunu da eləyə bilərik. Mən hamısını bir yerdə dəyişmək istəmirəm. Bildiniz nədir məsələn? Element bildiniz nə idi? Tutduğumuz element var idi, find elədiyimiz element. Tamam. Onu burada dəyişdik, elədik, moderate elədik. Ondan sonra elementi gedib promote putla dəyişərsən oradan. Tamam, bunu eləyə bilərsən. Ya da ki, get 4 dənə dəyişən göndər içində. Is like, is dislike, hamısını dəyişmək yerinə. Ki, o daha uyğundur əslində. Bu daha uyğundur. Is like-ı, is... Nətərsən? Qurtardın? Yaxşı. Is dislike-ı, bir də nəyi göndərmək? Nəyi göndərdik bizə? Like-la dislike-ı göndərdik. Hə. Like-ı göndərmək, dislike-ı göndərmək. Ya da ki, promo elementi göndərə bilərsiniz, dediyim kimi. Amma title dəyişməyik deyə onu göndərmək çox mənasızdır. Onsuz da bizdə burada put patch kimi işləyir da. Bunu göndərərik. Hamısı da onsuz da nədir bizdə? Element. Elementin aşırı şey. Bu nədir? Canım sağ olsun. Is dislike. Bu nöqtə like. Bu da nöqtə dislike. Gələm. Hə, tamam. Bunu göndərəm bura. Şuradaysan. Bu da belə yazaq. Belə görünür. Gedə baxa görə işləyir. Hələ ki refreshim zaten problem deyil. Bu qırmızılar niyə burada qalıb? Bunu harda qırmızı eləmişəm mən? Çox maraqlıdır. Ağlayıq da biz. Baxa, indi hal-hazırda ekran problem deyil bilət. Ekranda işləməyəcək. Plusa vurdum. 2-dir, düzdürmü? Bir də plusa vurdum. 3-dür. Dayan. İşləyir də bu bayaq. Nətərən 3-dür? Dislike-a vurdum. Eləyək də. Hamısını göndərəm axı. Nə? Yox, düz eləyirəm. Dayan. Bizə elementimi çıxartmırsan sən buradan. Gəl bir dənə elementə baxaq. Element nədir bizdə? Budur da. 4 oldu. Like, dislike 44. ISO. Bir də bas. Yenə 4'dür. Tamam. Bunu düzəldəcəyik. Amma ki işləyir. Düz gördüm. Artıq. Amma ki belə ki element nöqtə iz var. Element nöqtə. Gəl elementin özünü göndər. Tutaq ki 3 4 42 dislikelanmışdı. 42 ne yazmışıq biz? Nə? Fatimə ki bizdən daha qəşəng idi. Bu lap pisdir. Biz daha berbat yazmışıq. Fikir verin. 3 deyəm bu hal-hazırda nədir? Hal-hazırda baxaq da. 3 nə idi? Obyekt 3 qaldı. Say 41 oldu. Çünki niyə? Bu nədir? Is like, is dislike. Bir dənə datanı yenilə. 2 dəfə atmışıq.
Bayaq içində var idi, sonra birində mokdan atmışıq. Dayan. Gözlə, Fatiməni keçmə ehtimalımız var. Dayan. Hə. İndi buna basanda hələ göndərmə. Hələ heç hara göndərmə. Sən can, nə olar göndərmə. Tamam. Plus. Bu da ki 10 dənə şey bax. İndi bizdə elementi çıxartdı hal-hazırda, düzdürmü? Elementin is like-ını true elədi. Like-ını 70 elədi. Dislike 80 oldu. Bir də basıram. Bir də basıram. Düzdürmü? Gözlə. Buna basanda hal-hazırda dislike olmalıdır. Ay, 81 olmalıdır. Başırlar, Like olmalıdır 69. Bunlar Oldu, düzdürmü? Oldu. Fatimə keçirik, yavaş. Bir dənə ekrana vursun. Deyirəm axı, biz bayaq bir dəfə özümüz əlimizlə dislike atdıq şeyin içinə, datanın içinə. Birini də Mock API-dan atdıq. Aləm dəyib bir-birinə, hə. Tamam. Deyirəm, nətər işləyir bu belə? Deyən, bunu atdıq indi bura, ya Allah. Fatimə gözün dəyməsin. Yavaş bax. Askını da taxıb 4 dənə gözdən birdən baxır. Ya Allah. 70-80. Bir də basıram, atmamalıdır. Basıram, 81 olub 69 olmalıdır. İşləyir. Heç nə. İndi bir dənə bunun